Həzrət Peyğəmbər sallallahu əleyhi Ramazan ayının gəlişi barəsində buyurur ki: "Əyyuhən-nas, qad əqbələ ileykum şəhrullah bil bərəkəti və rəhməti vəl məğfirə." Allahın əzəmətli, mübarək ayı sizə bərəkətlə, rəhmət və məğfirətlə üz tutub gəlməkdədir. Allahın o əzəmətli ayı, mübarək ayı bir növ belə deyək, bizə tərəf gəlir və bizi də digər hədisləri də yanaşa qoysaq, Allah Taala öz ziyafətinə dəvət eləyir. Bu cür yanaşsaq ki, mübarək Ramazan ayı bizə tərəf qonaq gəlir, yəni bizim qonağımızdır və biz də bu ayın, bu zaman çərçivəsində bir ay müddətində kimin qonağıyıq? Mübarək ayda Allah Taala'nın qonağıyıq. Yəni özü dəvət eləyir, biz də dəvəti qəbul eləyib onun qonağı oluruq. O da düzdür ki, bir adam əgər kiməsə qonaq gedirsə, bir evə qonaq gedirsə, bu hər bir yerdə bir adətdir ki, qonaq heç vaxt əliboş getməz. Nəsə bir hədiyyə aparar, bir pay aparar. Mübarək Ramazan ayında əgər biz insanlara doğru üz tutub qonaq gəlirsə, Həzrət Peyğəmbər buyurur ki, əliboş gəlmir. 3 şeylə qonaq gəlir. 3 hədiyyə ilə qonaq gəlir. Onların da biri bərəkət, digər rəhmət və üçüncüsü də məğfirətdir. Ən böyük deyərdik ki, hədiyyə ilə gəlir. Və bütün insanların hamısının ehtiyacı olduğu şeylərlə, böyük bir hədiyyə ilə qonaq gəlir.